ve ikinci hissənin izləyirik. Yenibaşı komandası ötürməz Səiddən Ümid. Ümiddən Sadiq. İmkan vermir keçməyinə. Out. Yenibaşı komandası ötürməsi Səidin zərbəsi, amma top qapıdan azacıq fərqlə aralı keçir. Qapıdan zərbə. Yusif zərbə ilə Kənan istiqamətində, Kənandan ötürmə Ümid. Ümiddən Səid. Səiddən içəriyə doğru Zaur imkan vermir və Sadiq. Və kim başlayacaq? Səid oyuna başlayacaq. Ümiddən içəriyə doğru ötürmə. Gözəl Zeydin zərbəsi, amma nə oldu? Gözəl zərbə. Rauldan geriyə qaydan top və Zeydin zərbəsi. Yusif qapıdadır. Tamerlandan ötürmə. 3 nəfər içində qalır Amir. Kənan mübarizliyini davam edir və Kənandan out qazanırlar Rafım komandası və Zaurdan ötürmə Tamerlan istiqamətində. Tamerlandan Zaurdan arxaya Yusifdən Yusif çox pis oyun nümayiş etdirir. Raul Ümidin qarşısını Tamerlan kəsir. Keçir Ümidi və Səidi keçməyə çalışır, amma out. Səid outa başlayır. Ötürmə Sadiq topu ram edir. Ümiddən geriyə Səid. Çaşqınlıqdan istifadə edən Tamerlan keçir və Akçı topu ram edir. Akçıdan uzun ötürmə Ümiddən Tamerlan əldə edir və Səidə dəyən top. Üçdən zərbə. Tamerlan başlayır. Qaydan top. Ümid özü irəliləyir. Amir onun qarşısını kəsməyə çalışır. Zaurdan qoşulmaq istəyir və Yusif topu ram edir. Tamerlan içəriyə doğru ötürmə. Top qapıdan aralı keçir. Yenibaşı komandası itirmə edir. Ümiddən Səid. Səiddən yenidən Ümid. Yeniden Səid və Ümid divar pası oynamaq istəyirlər. Tamerlan onların oyunu pozur. Və out Yenibaşı komandası. Səiddən içəriyə doğru ötürmə. Direktdə top partlayır və Yusif çıxır və ötürməsi Kənan istiqamətində gəlir, amma Zaur can vermir və Səiddən Ümid. Yenidən Səiddən Zeyd və Ümid istiqamətində. Amir və Kənan çaşqınlıq içində. Tamerlan onlara köməyə gəlir. Ümid topu ram edir. Səidə xeyr. Qapçıya doğru ötürmə. Kimdir? Səiddən gələn topu Zaur alta çıxardı. Səiddən Ümid. Ümiddən geriyə Səidin zərbəsi. Qapçının çox gözəl seyvi. Və Zeyd oyuna başlayır. Raul ondan ötürməyə istəyir.
istəyir, amma Kənan. Yox, xeyr, Zaur idi bu. Qapçı önə çıxıb və out. Tamerlan'a. Tamerlan'dan Raul. Top almağa çalışır. Tamerlan yenidən əldə edir və zərbəsi qapçı. Çox gözəl oyun nümayiş elətdirir. Saiddən Ümid. Amir və Tamerlan onların oyunu pozur və top alta gedir. Ümid. Saiddən içəriyə doğru ötürmə. Zaur və Ümid və qapçımız Yusif. Ötürməsi kim? Saiddən ötürmə, amma Tamerlan onları ötürür. Tamerlan'dan Kənan istiqamətində. Kənandan içəriyə doğru ötürmə. Tofik top əldə edə biləcəkmi? Xeyr, Raul və Zaurun qarşılaşması. Top alta çıxır. Yusifdən Zaur istiqamətini ötürmə. Zaurdan Yusifdən Tamerlan. Said Tamerlan alır. Raulun zərbəsi Yusif. Bu da topu ram edir Yusifin ötürməsi. Said başla qəbul edir və alta göndərir. Tamerlan iki nəfərin arasında qalır. Geriyə gələn top Raul. Zaur və Raulun qarşılaşması. Zaurdan Yusifdən ötürmə. Raul topu qəbul edir Emir. Tamerlan. Və cərimə zərbəsi. Cərimə zərbəsi Tamerlan. Cərimə zərbəsini Tamerlan yerinə yetirir. Zərbəsi, amma Zeyd topu ram edir. Kənan pres edəcək. Kənandan ötürməm olacaq. Sadiq Ümidin qabağına gəlir top. Sadiq özünü itirmir və Tofik. Said top əldə edir Ümidə. Ümiddən Ömər. Ömərdən Kənan topu ram edir. Kənan Tofik səmətini ötürmə edəcəkmi? Kənan. Zaurun zərbəsi qapçı yerindədir. Ümidə gələn top Tofikə. Tofik əldə edir. Tofikdən Kənan. Kənanın zərbəsi mi olacaq? İçəriyə ötürür. Kənan Tofikə, amma Ümid onların planını alt üst edir. Ümiddən geriyə təhlükəni savuştururlar və Saiddən Tamerlan. Tamerlan özü irəliləyir. Zərbəsi qapçı yerindədir. Və nəzərinizə çatdırım ki, oyunun ikinci hissəsinin hardasa 9-cu dəqiqəsidir. Və hesab arasındakı fərq 2 topdur. Hesab 4-2 Rofun komandasının xeyrinədir. Tamerlandan Tofik səmətini ötürməz. Said ona imkan vermir. Və Yusif topu əlinə alır və qapıdan zərbə ilə oyuna başlayır. Yusifdən ötürmə. Qapıdan qapıya. Saiddən Ümid. Ümiddən içəriyə doğru Ömər və Zaurun qarşılaşması, amma hərəkət topa idi və out qazanırlar. Sadiqdən Yusifdən ötürmə. Yusifin zərbəsi.
Tofik, Seyid onu sığortalayır. Seyiddən ötürmə Ümid istiqamətinə. Yusif'dən ötürmə Ümid. Seyiddən ötürmə, gözəl ötürmə amma və Zeydin içəriyə doğru ötürməsi və kimdir? Ömərin qolu. Ömərin başla çox gözəl qolu və hesab 4-3. Bunlar arasındakı fərq 1-ə enir. Mərkəzə dəvət olunur. Zaurdan Sadiq. Sadiqdən Tofik. Tofik özü irəliləyir. Tofikdən ötürmə mi olacaq? Tofik özü yıxılır, qalxır. Spauz edir. Göndərmə Tamerlana. Tamerlandan zərbə amma çıxmır top. Qapçıdan Seyid. Seyiddən ötürmə. Tofik. Zeyd irəliləyir. Bir nəfəri keçir. Pauza. İçəriyə doğru ötürmə. Sadiq Ömər. Zaur və cərmə zərbəsi. Və cərmə zərbəsi, Seydin zərbəsi, Tamerlana dəyən top. Sonra Tofik və outdumu? 2-3-dən zərbə deyək. Ümiddən içəriyə doğru ötürmə. Qapçı çox gözəl oyunu nümayiş elətdirir. Qapçıdan gözəl müdafiə olunur və yenidən 2-3-dən zərbədir. Qapçı yenidən xilas edir və Tamerlan topu ram edir. Qapçı ilə təkbətəkdə Tamerlan məğlub ayrılır, amma Tofik və Tamerlan 3 səfərin arasında qalır. Seyid top əldə edir Zeyddən Ömər istiqamətinə, Ömərdən Ümiddən uzun ötürmə və Yusif Ömərlə qaçdırmada qalib ayrılır. 3 səfərin içindən ötürmə Tofik Seyidi keçir və Ümid ona sığortalayır və qapçıya doğru ötürmə, qapdan uzun ötürmə. Zaur gaydan topa və Nurlan və Zeyd topu götürür, içəriyə doğru Ömər, amma qapçı çox gözəl çıxış edir. Ömər ikinci çox baxımlı qolu imza ata bilərdi, amma Yusif ona maneçilik törədi. Zaur oyuna başlayır. Tamerlandan Yusif uzun ötürmə və Seyiddən yenidən geriyə Tamerlan götürəcəyimiz Zaurdan uzun ötürmə Tofik Səmədlə. Tofik geriyə oynayır. Bəli, Sadiq Səmədlə. Sadiqdən Tamerlan, amma Tamerlana top gəlməyə imkan vermirlər. Ümid 3 səfərin arasında çox gözəl sıyrılır, amma Sadiq ona imkan yaratmır və out başlayacaqlar. Sadiq uzun ötürmə, Tamerlan topu bırakır. Seyid ve Tamerlan'ın karşılaşması. Tamerlan'dan Kenan'ın zərbəsi, ama
dəqiqə alınmış. Və Seyid yenidən qapçı ilə oynayır. Tofik 3 nəfərin arasına girməyə çalışır, amma boşda oyuncular var idi. Tamerlan Seyidlə qarşıdurmada out kazandırır komandasına. Sadıqdan ötürmə, qapçımız zərbəsi, amma qaptan zərbə ilə oyuna başlayacaqlar yeni Bakı komandası. Ötürmə Raul istiqamətinə, amma Sadiq cüssəsi ilə devam edir. Rauldan ötürmə. Tamerlan 2 nəfəri, 3-cü adamı keçir. Tamerlan görür Tofiqin çata bilmir topa və qapıda zərbə ilə oyuna başlayacaqlar. Seyid qapçı şuradan uzun ötürmə Emin istiqamətinə, Zeyd istiqamətinə, amma Emin topu götürür yerindən Zeyd. Zaur alta çıxardı topu. Seyid Kenan topu çox gözəl ram edir. Tamerlan'a ötürməsi, Tamerlan tələsir zərbə vurmağa. Qapıdan zərbə ilə oyuna başlayacaqlar. Emil Tamerlan ondan almağa çalışır. Seyid oradan Sadiq istiqamətinə, Sadiqdən geri ötürmə, amma Zeyddən kimdir? Arda oyuna girib. Raul'un zərbəsi, amma Arda'dan ötürmə Tamerlan'a, Tofik istiqamətinə, amma qapçı onu görür. Kim başlayacaq? Zaur. Oradan kənar istiqamətinə, amma top alta çıxır. Seyiddən içəriyə doğru Emin istiqamətinə, amma Kenan ona imkan yaratmır. Tamerlan özü irəliləyir. Tofiq'i görəcəkmi? Ötürməsi Tofik. Vur Tofik. Vur artıq. Və Emin çox gözəl. Və Zaur təhlükəni savuşturur. Out. Seyiddən içəriyə doğru ötürmə. Raul'a gələn top zərbə, amma out. İçəriyə doğru ötürmə Seyiddən, amma qapçımız kimdir? Arda'dan uzun ötürmə. Tofik qapçı ilə təkbətək. Qapçını keçir, içəriyə doğru ötürmə, amma Tamerlan'ın zərbəsi, qaydan top. Seyiddən qapçıya, Tamerlan yenidən top əldə edir. Zərbəsi qapçı. Və ikinci hissənin sonu. Nəzərinizə çatdırım ki, ikinci hissədə bir tək gol oldu və
O qol da çox baxımlı və gözəl qol idi. Üçüncü hissədə görüşərik.